Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət dərsliyində tarazlaşan və tarazlaşmayan qüvvələrin öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxacağıq. Gəlin, əvvəlcə diaqramı oxuyaq və buna uyğun olaraq tapşırıqları həll edək. Baxın uşaqlar, diaqramı oxuduğumuz zaman burada deyir ki, F1 qüvvəsi 14 Newtona bərabərdir, F2 qüvvəsi 10 Newtona bərabərdir, F3 qüvvəsi isə 4 Newtona bərabərdir. İndi biz bunları, verilənləri yazsaq yerinə F1 bərabərdir. Nə qədər idi? 14 Newton. F2 nə qədər tapdıq? Nə qədər göstərmişdi diaqramda? 4 Newtona, bəli. Və F2 bərabərdir nə qədər? F2-ni göstərib ki, 10 Newton. İndi biz bu verilənləri yazdıqdan sonra başlayaq birinci nömrəli tapşırığı həll etməyə. Birinci nömrəli tapşırıqda deyilir, hansı cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırır? Baxın, ümumiyyətlə biz 6-cı sinifdə bu tarazlaşan və tarazlaşmayan qüvvələr mövzusunu keçəndə müəyyən etmişdik ki, əgər bir cismə eyni istiqamətdə qüvvə təsir edərsə, F1 və F2 deyək. Bu zaman əvəzləyici qüvvəni tapan zaman qüvvələr toplanır. Yox, əgər cismə müxtəlif istiqamətdə qüvvələr təsir edərsə, əvəzləyici qüvvəni tapan zaman qüvvələr bir-birindən çıxılır. Amma diqqət etmək lazımdır ki, böyük qüvvədən kiçik qüvvənin çıxmaq lazımdır. İndi biz bu verilənlərə, yəni 6-cı sinif dərsliyində öyrəndiklərimizə nəzərən məsələni həll etməyə çalışaq. Burada deyilir ki, deməli, F3 və F2 qüvvələri sola doğrudur. Biz bayaqlar nə dedik? Dedik ki, əgər cismə eyni istiqamətdə qüvvə təsir edərsə, bu zaman qüvvələr toplanır. Demək ki, F3 və F2 eyni istiqamətdə olduğuna görə əvəzləyici qüvvəsini tapsam, mən 4-ün üzərinə 10-u gələcəm. Bu da eləyəcək 14 Newtona. Demək ki, əvəzləyici qüvvəmiz oldu sola doğru 14 Newton. İndi bunu istəyirsə sizə rahat olsun deyə bir sistem olaraq bax burada göstəreyim. Biz tapdıq ki, sola doğru əvəzləyici qüvvə 14 Newtondur. Eyni zamanda da bax burada göstərib də F1 qüvvəsi necədir və sağa doğru 14 Newton. Baxın, fikir verin, sağa doğru da 14 Newtondur, sola doğru da 14 Newtondur. Onda əvəzləyici qüvvəm neçəyə bərabər olacaq? Bəli, bax, burada izah etdik. İzah edəndə demişdik ki, əgər qüvvələr əksi istiqamətdə olarsa, əvəzləyici qüvvəni tapanda bir-birindən çıxacaq. 14 çıxılsın 14, bu da bərabərdir 0. Aha, biz deməli tapdıq. Hansı cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırır? A cisminə təsir edən qüvvələr bir-birini tarazlaşdırır. Çünki onun əvəzləyicisi 0-a bərabərdir. Demək ki, tarazlaşan qüvvələrin təsiri altında hərəkət edib. Deməli, birinci tapşırığını həll etdik. Hansı cisim oldu? A cismi. Daha sonra keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyilir ki, sola doğru bərabər sürətlə hərəkət edən A cisminə eyni anda şəkildəki kimi qüvvələr təsir edərsə, onun hərəkətində hansı dəyişikliklər olar? Baxın, yazdıqlarımızı silək. Baxın, deyir ki, bizə sola doğru, yəni sanki bu qüvvələr yoxdur. Bu qüvvələr olmamışdan qabaq bu cisim sola doğru hərəkət edilmiş. Bax, burada da göstərib də sola doğru hərəkət edilmiş. İndi deyir ki, daha sonradan bu F3, F2 və F1 qüvvələri təsir edir. Və bu qüvvələr təsir etdikdən sonra bəs bu cismin hərəkətində hansı dəyişikliklər olar? Yoxsa ümumiyyətlə bu cismin hərəkətində dəyişiklik olarmı? Baxın uşaqlar, biz bayaqlar nə tapdıq? Tapdıq ki, əvəzləyici qüvvə 0-a bərabərdir. Əvəzləyici qüvvə 0-a bərabərdirsə, cisim deməli tarazlaşan qüvvələr altında hərəkət edir. Yəni ki,
Bu o deməkdir ki, cismə heç bir qüvvə təsir etmir. Yəni, əgər cismə heç bir qüvvə təsir etmirsə, cisim öz hərəkət halını saxlamış olur. Demədik, bu cisim sola doğru hərəkət edir. Demək ki, bu cisim yenə də sola doğru öz hərəkət sürətini saxlamış olacaq. Yəni, onun hərəkətində heç bir dəyişiklik olmaz. Yenə də sola doğru bərabər sürətli, amma bərabər sürətli hərəkət etmiş olar. İndi keçək üçüncü çalışmaya. Üçüncü tapşırıqda deyilir ki, hərəkətsiz olan B cisminə eyni anda şəkildəki kimi qüvvələr təsir edərsə, onun hərəkətində hansı dəyişiklik olur? Bayaqlara dediyimizi bir daha hatırladaq. Sanki burada heç bir qüvvə yoxdur. Qüvvə olmamışdan qabaq bu cisim necəymiş? Hərəkətsiz vəziyyətdə qalmışmış burada. Daha sonra buna qüvvələr təsir edib. Həmin qüvvələrin də qiymətləri indi yenə də burada yazaq. F1-ə demişdik 14. F3-ə demişdik necə? 4 Newton. Və F2-yə demişdik 10 Newton. İndi yenə də əvəzləyici qüvvəni tapaq, ona uyğun olaraq hərəkət edək. Əvəzləyici qüvvəni tapanda demişdik bayaqları qayda izahında ki, əgər cismə eyni istiqamətdə qüvvə təsir edərsə, bu zaman əvəzləyici qüvvəni tapanda toplayırıq. Burada görürsünüz, eyni istiqamətdədir. Onda əvəzləyici qüvvəni tapaq. F əvəzləyici bərabərdir. 14-ün üzərinə 4 gələcəm. O da bərabər olacaq 18 Newtona. Demək ki, bu cismə, baxın yenə də burada göstərirəm nöqtə kimi. Bu cismə sağa doğru 18 Newton qüvvə təsir edir. Bəs sola doğru hansı qüvvə təsir edir? Bunu olduğu kimi buradan yazıram. Deməli, sola doğru da neçə Newtondur? 10 Newton qüvvə təsir edir. Baxın, indi niyə döndü bu məsələ? Əks istiqamətdə təsir edən qüvvələrə çevrilmiş oldu. Sağa doğru var 18, sola doğru var 10 Newton. İndi biz əvəzləyici qüvvəni tapanda nə edəcəyik? Əvəzləyici qüvvəni tapanda əvəzləyici qüvvəni tapanda F əvəzləyici bərabərdir. 18-dən çıxacam 10-a. Niyə görə 18-dən 10 çıxıram? Çünki əks istiqamətdə təsir edən qüvvələrdir. Bu da eləyəcək 8 Newton. Deməli, tapdıq ki, bu cismə 8 Newton qüvvə təsir edər. İndi deyir ki, onun hərəkətində hansı dəyişiklik olar? Baxın uşaqlar, bu cisim əvvəl heç bir qüvvə təsir etmirdi. Təsir etməyəndə stabil vəziyyətdə, yəni hərəkətsiz vəziyyətdə idi. Amma indi 8 Newtonluq bir qüvvə təsir etdikdə, özü də hansı istiqamətlə təsir etdi? Böyük qüvvə istiqamətində. Böyük qüvvə də burada 18 olduğuna görə sağa doğru. İndi bu cismə 8 Newton sağa doğru qüvvə təsir etdiyinə görə bu cismin hərəkətində hansı dəyişiklik olacaq? Cisim sağa doğru 8 Newton qüvvənin təsiri altında hərəkət edəcək. Keçək indi növbəti tapşırığa. Növbəti tapşırıqda görək bizə nə deyəcək? Növbəti tapşırıqda deyilir. Deməli, boşluqlara uyğun gələn sözləri müəyyən edin. Yəni, müəyyən edək. Deyir, hərəkətsiz olan cismə, yəni hansı qüvvələr təsir etdikdə o hərəkətə başlamaz? Bayaqları əslində biz bunu da dedik. Hərəkətsiz olan cismə tarazlaşan qüvvələr təsir etdikdə o hərəkətə başlamaz. Uşaqlar, bu bilsiz nədir? Sanki baxın, bir cisim var burada və bu cismi 8 Newton sağa dartır, 8 Newton da sola dartır. Bu cisim hərəkət edər sizcə? Əlbəttə ki, etməz. Çünki sağa doğru da, sola doğru da eyni qüvvənin təsiri altındadır. Əlbəttə ki, bu cismin hərəkətindən danışmaq olmaz. Daha sonra ikinci cümlə. Hərəkətdə olan cismə hansı qüvvələr təsir etdikdə onun sürəti dəyişməz? Nə zaman cismin sürəti dəyişməz? Əlbəttə ki, yenə də tarazlaşan
tarazlaşan qüvvələr təsir etdikdə onun sürəti dəyişməz. Ancaq hansı qüvvələr təsir edərsə, onun sürəti dəyişər. Əlbəttə ki, tarazlaşmayan qüvvələr təsir edərsə, onun sürəti dəyişər. Cismə təsir edən hansı qüvvələrdən hansı qüvvə hərəkət istiqamətində olarsa, cismin sürəti artar. Deməli, burada yazaraq ki, cismə təsir edən tarazlaşmayan. Niyə görə tarazlaşmayan yazdım? Çünki burada hərəkət var. Ona görə hərəkətdən danışır. Cismə təsir edən tarazlaşmayan qüvvələrdən böyük qüvvə hərəkət istiqamətində olarsa, cismin sürəti artar. Əksinə olarsa, azalar. Cümlələri yazmış olduq. Keçək indi ikinci tapşırığa. İkinci tapşırıqda deyilir ki, hansı nəqliyyat vasitələri tarazlaşan qüvvələrin təsiri altındadır? Burada deyir ki, sürətlənən qayıq. Deməli, cisim nə edib? Qayıq nə edib? Sürətlənib. Əgər sürətlənibsə qayıq, demək ki, həmin qayığa qüvvə təsir edib. Özü də hərəkətin istiqamətində böyük qüvvə təsir edib ki, cisim sürətlənib. Deməli, bu tarazlaşan qüvvələrin təsiri altındadır. Deməli, bu tarazlaşan qüvvənin təsiri altında deyil, çünki sürətlənib. Limanda dayanmış gəmi. Limanda dayanmış gəmiyə əlbəttə ki, tarazlaşan qüvvələr təsir edib ki, bu stabil vəziyyətdə qalıb limanda. Demək ki, limanda dayanan gəmi tarazlaşan qüvvələrin təsiri altındadır. Bunu saymış olduq. Digərinə keçək. Sabit sürətlə hərəkət edən maşın. Sabit sürətlə hərəkət edən maşın. Baxın uşaqlar, burada yenə də neydən gedir söhbət? Sabit sürətlə. Əgər cisim sabit sürət altında hərəkət edirsə, bu cismin hərəkətində tarazlaşan qüvvələrdən danışa bilərik. Yəni, demək ki, sabit sürətlə hərəkət edən maşında tarazlaşan qüvvələrin təsiri altındadır. Yox, əgər tutaq ki, burada uşaqlar sual verim sizə. Yavaşlayan qayıq desəydi, yəni yavaşlayan qayıqda mı tarazlaşan qüvvələrin təsiri altında olardı? Yoxsa yox? Əlbəttə ki, yavaşlayan qayığı onda əks istiqamətdə bir qüvvə təsir etmiş olacaq idi. Bu zaman yenə də tarazlaşan qüvvənin təsiri altında olmazdı. Bugünlük bu qədər uşaqlar. Dərslərinizdə uğurlar. Sağ olun.